İl ərzində dəmir yolunu keçmək istəyən 18 nəfəri qatar vurub. Hadisələrin piyadaların iştirakı ilə baş verdiyi bildirilir. Səbəb isə dəmir yoluna yaxın tikilən evlərin qapılarının dəmir yoluna açılmağı göstərilir. Artıq sözü gedən evlərin təhlükə yaratmaması üçün sökülməsinə də qərar verilib. İllər öncə dəmiryol xəttinə yaxın məsafədə tikilmiş qanunsuz və plansız evlər zamanla dəmiryol infrastrukturuna və qatarlara maneələr və problemlər yaradırdı. Qatarların qarşısına çıxan maneələr çox vaxt ölüm halları ilə nəticələnirdi. Təhlükə səbəbindən dəmiryol xəttinin mühafizə zolağına yaxın evlərin mərhələli şəkildə sökülməsi də icra edilir. Bu evlər paytaxtla yanaşı Abşeron rayonunun müxtəlif ərazilərində daha çox dəmiryol xəttinin mühafizə zolağında tikilən evlərdir. Zaman-zaman müəyyən köçürülməli olub, xüsusilə təbii ki, qanunsuz evlərdən köçürülməli olub. Burada da sırf məqsəd budur və biz statistikaya baxsaq, ümumiyyətlə müşahidə etsək görərik ki, qatarların qarşısında qəfil insan çıxması halları məhz daha çox sıx məskunlaşan ərazilərdə, insanlara yaşadığı ərazilərdə olur. Dəmir Yollar Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə 2025-ci ildə qatar qarşısına çıxan qəfil maneələrə görə qatar maşinistləri tərəfindən 123 dəfə təcili tormozlanma ediblər. Nəticədə 18 dəfə toqquşma qaçılmaz olub. Onlardan 10 nəfər ağır xəsarət alıb, 8 nəfər isə həyatını itirib. Toqquşma nəticəsində 2024-cü ildə 10 nəfər xəsarət alıb. Qatar dərhal anında saxlaya bilmir və onun tormoz məsafəsi olsa da, yəni o məsafə uzun olduğu üçün bəzən təəssüf ki, xoşagəlməz hadisələr baş verir. Hərəkətin təhlükəsizliyinə mane olan məqamlardan biri də qatarların qarşısına nəzarətsiz buraxılan heyvanların çıxmasıdır. Ötən il heyvanların iştirakı ilə dəmir yol xəttində 61 dəfə toqquşma olub. Bu hadisələr zamanı həm heyvanlar tələf olub, həm də qatarlara ciddi ziyan dəyib. Heyvanların sahibsiz buraxılan malqaranın qatarların qarşısına çıxmağıdır. Bu hadisələr də təkrarlanan hadisələrdir. Fermerlər də qanunvericiliyə uyğun şəkildə cəzalandırılır, cərimələnir. Onu da qeyd edək ki, dəmir yollarının sahəsinə aid olan dəmir yol keçidlərində baş vermiş toqquşma hadisələrinin sayı 2024-cü illə müqayisədə ötən il 13% azalıb. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.